Əmrah müəllim, mən elə sizlə söhbət edə indi belə anidən fikrimə belə bir dənə sual gəldi. Mən özüm də misal üçün maraqlıdır ki, bax bizim misal üçün gənclərin də deyəndə oğlanların, yəni kişi cinsinə aid olanların 20-50 yaş arası götürək, yəni bəlkə də 60 yaş arası daha çox fəaliyyətləri hər hansısa bir işdə işlədilər. Və işdən sonra çayxanada domino, nərd, sonra sizə deyim pivəxana, yeyib içmək və yaxud da futbola baxmaq, yəni bu kimi vərdişlər də. Misal üçün, niyə görə bizim misal üçün gənclər hər hansısa bir səfirləri 4 dostdur tutaq ki, hər gün bir yerdə oturub domino oynayırlar, qruplar eyni olur, 4 qrup deyək, ətraf eyni olur da. Bunlar hər gün tutaq ki, bir qabaqlarına məqsəd qoymur ki, biz 5 dost bugün səfirləri bir aya qutaracağıq və ondan sonra da oturub ondan sual-cavab eləyəcəyik, bir yerdə onu müzakirə eləyəcəyik. Və yaxud da 5 dost demirlər ki, biz oturub Anna Karinanı oxuyacağıq, indi o şah əsərləri deyirəm və ondan sonra da onu müzakirə eləyəcəyik. Yəni bir insan bütün günü, mən özüm yəni həqiqətən də dominodur, nərddir, telefonda onları çox güclü oynayan bir adamam. Yəni bilirlər, yəni çox adam da bilir ki, həqiqətən də güclü oynayan bir adam. Amma mən hər gün onu oynamağı özümə misal üçün biləm də, hər gün eyni domino, nərd, domino, bu hər gün bu adam belə bezir və istərsiniz. Bu nədir ki, bundan insan necə şeydir? Bunun tutaq ki, səbəbi nə ola bilər? Niyə görə bizdələr kitab oxumağa, misal üçün bir növ uzaqdılar? Əsasən də oğlanlar. Çünki mən kitabı çıxartdıqdan sonra mənə kitabla bağlı müraciət edənlərin 95% xanımlardır. Yəni mən Lənkərana kitab göndərirəm, nə bilim Mingəçevir, ora, yəni ancaq 95% xanımlardır. Yəni oğlanların bir növ kitab oxumağa demək olar ki, yoxdur, həvəsi yoxdur. Bu əslində bəlkə də hər bir cəmiyyətin faciəsidir. Kitabdan uzaq durmaq. Tək söhbət bədii əsərlərdən getmir. Ümumiyyətlə, dərsliklər olsun, elmi əsərlər olsun və s. Bunların hamısının kökü, mən deyərdim, bilirsiniz hara dirənir. Körpə uşaq ki, ağlayanda telefonu qabağına qoyurlar. Orada nəyəsə baxsın, amma səsini kəssin. Bircə səsi gəlməsin, uşaq ağlamasın, amma nəyə baxır-baxsın. Bax, oradan başlayır. Uşaq evdə kitab oxuyan bir valideyn görəndə, söhbəti yoxdur, sizin kitabda da qeyd olunur ki, uşaq elə bilir ki, valideynindən yaxşısı yoxdur, ən güclüsü də, ən dərrakəlisi də odur. Uşaq anadan olan kimi, indi bir yaş həddinə qədər, uşaq görəndə ki, ata hər gün durub dişlərini fırçalayır, ata hər gün səliqəli, köynək yeyinib işə gedir, işdən vaxtında gəlir, üstündən siqaret iyi gəlmir, ağzından araq iyi gəlmir və daima mütaliə edən valideynləri var. Əlbəttə, uşaq da onlar kimi olmaq istəyir. Uşaq görür ki, ata idmanla məşğuldur. Gəldi, əynini dəyişdi, getdi qaçmağa və yaxud da nə bilim, özü üçün bir idmanla məşğul oldu. Dövrümüzün, bəli, mən deyərdim ki, ən böyük və həm də ən lazımlı, vacib problemlərindən biri sosial şəbəkələrdir. Böyük problem də ona görə ki, sosial şəbəkələrdə olduqca həddindən artıq məlumat var. Amma faydalı məlumat deyil. Kitablar isə sıxıcı, darıxdırıcıdır, amma olduqca məlumatlıdır, olduqca faydalıdır. Bəzən bu dində də mənim xoşuma gələn bir nüanslardan biri budur ki, Tanrı, Allah buyurur ki, bəzi şeylər var ki, o sizin ziyanınızadır. Amma siz onu sevirsiniz. Amma bəzi şeylər var ki, ondan sizin xoşunuz gəlmir, amma o sizin faydanız üçündür, xeyriniz üçündür. Məsələn, elementar bir şey deyim, sarımsaq. Amma bilir ki, bu sarımsağın pis qoxusu var. Sarımsaq yeyən insanın ağzından pis qoxu gəlir. Amma sarımsağın faydaları saymaqla bitmir. Ona görə də dostlar, mən məsləhət görərdim, buradan da öz mesajımı da göndərim. Kitablar hər nə qədər dırnaq arası deyirəm, sıxıcı da olsa, hər nə qədər ola bilər ki, sizin
zövqlərinizi oxşamasa da, amma sosial şəbəkələr qədər sizin vaxtınızı boş-boş şeylərə sərf etmir. Sosial şəbəkələrdə maraqlıdır. Bəli, vərəqləyirsiniz. Düzdür, indi pis şeylər də var. Çalışdıqca əsasən də uşaqları sosial şəbəkələrdən uzaq tutmaq lazımdır. Mən demirəm telefondan uzaq tutmaq lazımdır. Telefon vacib. Uşağa da vacibdir, qocaya da, hər bir insan telefon vacibdir. Amma söhbət burada sosial şəbəkədən gedir. Az yaşlı uşağın TikTokda işi yoxdur. Az yaşlı uşaq Instagrama, məsələn, YouTube-a ola bilər faydalı bir məlumatdan ötürü hansısa bir sosial şəbəkəyə valideyn nəzarəti altında girə bilər. Oradan nəsə öyrənə bilər. Nəyisə qüvvətləndirməkdən ötürü. Məsələn, bəzən izləyicilərimə deyirəm ki, əgər bir kitabı başa düşmüşsünüzsə, çalışın onu səsli oxuyun. Ondan da bir şey başa düşmüşsünüzsə, kitabın səsli variantına qulaq asın. Kitabın kinosuna baxın. Axır ki, o sizin beyninizə həkk olunacaq. Yəni bir cızıq daşın üstündə belə xətt deyirik, yağış onu aparır. Amma daha dərindən, nə qədər dərinə salsaq, artıq ora heç bir sel su şey eləyə bilir. O da bizim beynimizə həkk olunmalıdır. Bütün bu problemlərin hamısının kökü uşaqlıqdan və uşağa aşılanan o belə sözün əslində anasında elə tərbiyədən asılı. Vəssalam.